Dəmir 2 xloridin və dəmir 3 xloridin alınma reaksiyasını göstəririk və onların təyin edilməsini əyani şəkildə göstərəcək. İstifadə edirik. Fenolun suda məhlulunu hazırlayırıq. Stəkanda dəmirin xlorid turşusunun reaksiyasından alınmış dəmir 2 xlorid, ikinci kolbada isə xlor qazı toplanıbdır. Sarımtıl, yaşımtıl qazdır və rəngindən kolbanın içərisində qaz olduğu məlum olur. Və bunların hansının dəmirlə reaksiyasından dəmir 2 xlorid, hansından dəmir 3 xlorid alındığını təyin etmək üçün fenoldan istifadə edirik və bildiyimiz kimi dəmir 3 xlorid fenolla reaksiya girdikdə tünd rəng, dəmir 2 xlorid isə reaksiya girdikdə rəng dəyişmə baş vermir və beləliklə hansının dəmir 2 xlorid, hansının dəmir 3 xlorid olduğunu əyani göstəririk. Fenol məhlulunu bərabər ayırırıq. Dəmir 3 xloridi almaq üçün dəmiri qızdırırıq. Zarmışlarını kolbanın içərisine salırıq. Bir müddət gözləyirik. Bu dəmir 2 xlorid, burada olan isə dəmir 3 xloriddir. Yəni olaraq fenoldan təyin edirik. Söküntü əmələ gələcəkdir. Biraz zaman alır. Alınan söküntünü suda həll edirik. Yəni dəmir 3 xloridin suda məhlulunu almaq üçün suda həll edirik. Dəmiri çıxarırıq içərisinə və su əlavə edirik. Dəmir 3 xloridin məhlulu əmələ gəlir.
işlə dəmir 3 klorid felonla dəmir 3 fenol əməliyyat gətirir. Tünd rəng, dəmir 2 klorid isə rəng dəyişmə baş verir. Beləliklə, hansı maddənin dəmir 2 klorid, hansının isə dəmir 3 klorid